Başlayıram mehriban və rəhimli olan Allahın adı ilə. Allahın salam və salavat olsun Peyğəmbərə və onun əziz əhl-i beytinə. Bu günlərim əlamətlər günlərdəndir. Əziz balamız, Hacı Eldəyək balamızın doğum günüdür. Və bu doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Ona uzun ömür, can sağlığı, həyatda gözəl xidmətlər, xalqı üçün, milləti üçün, dini üçün, devləti üçün sadiq olmağını istəyirəm. Allah əziz balamızın ad günün mübarək eləsin. 100 yaşayasan balam. Düzdür, Eldəyək bizim ikinci evladımızdır. Mən bugün həyatda özümü xoşbəxt sanıram ki, evladlarımın hamısına ali təhsil vermişik Allahın izni ilə. Eldəyək da həyatın dinə sərf eləyib, xalqına sərf eləyib, kiçik yaşlarından orta məktəbi oxumaqla bərabər dini təhsil alıb. Sonra indi bugün özüm üçün şərəf sayıram ki, oğlum Eldəyəqin 2 dənə ali təhsili var. Həm ilahiyyatı qutarıb, həm də Avrasiyanı qutarıb. Özüm üçün şərəf duyuram. Uşaqlıq illərdəki belədir də, uşaqlıq illərim mən ata yanında az qalıb. Daima həyatın elmə sərf edib, dinə sərf edib. Bugün mən özümdə də şərəf duyuram ki, oğlumun bir neçə dənə əsərləri var. Ramazan haqqında kitab yazıb, Uzun yolun yolçuları kitab yazıb, Ümrə haqqında kitab yazıb, Ümrə ziyarət haqqında kitablar yazıb. Onun üçün mən özümə şərəf duyuram ki, az da olsa evladımın həm xalqa, həm də Allah qarşısında üzərinə düşən bəzi vəzifələri icra edib. Mən də özümdə şərəf duyuram ki, mənim də belə bir evlad tərbiyə eləmişəm. Mən də buradan öz adımdan bir valideyn kimi şəxsən Eldəyəqa öz təşəkkürümü bildirirəm. Mən bir valideyn kimi evladlarımın hamısından razıyam. Allah da onlardan razı olsun. Elhamdülillah, bugün həyatımızın ən gözəl günüdür. Əziz balam, sevimli oğlum, körpəlikdə nurani olan ədəbi ilə, əxlaqı ilə, sakit duruşu ilə, oturuşu ilə hər bir uşaqdan seçilən oğlumuzun ad günüdür, şərəfli günüdür. Ömür yollarına baxdıqca mən balamla həmişə fəxr etmişəm. Fəxr edirəm ki, belə bir layiqli evladımız var. Amma bu kəlimə görə Allahımdan üzr istəyirəm ki, yəni bütün təriflər hamısı Allaha layiqdir. Amma biz evladımızdan çox razıyıq. Allah da ondan razı olsun. Elə körpə vaxtından bu uşağımızda qeyri-adi gözəllik var idi, nuranilik var idi, ədəb var idi, əxlaq var idi. Bilirdik ki, uşağımızın gələcəyində çox gözəl belə deyək də davranışlar var. Bütün alimlərə nə deyərəm ki, həyatın ən gözəllikləri, dünyada nə qədər gözəllik varsa, bütün alimlərlə yanaşı, mən də oğlumun olsun. Həyatında heç vaxt oğlum, neyiniyim, necələm eləməyəsən. Həyatda nə qədər istəklərim varsa, yəni bugünkü günəkdə əl çatmaz arzularım varsa, bütün arzularına sənlə vahəm, bütün cavanlarımı çatsın. Amin Allah. Bugün sual eləsələr ki, sən necə fəxr eləyirsən həyatında, mən özümlə yox, mən ona görə fəxr eləyərəm ki, mənim belə deyək də, insanların ədəbi özü ilə yox, onların evladlarıyla ölçülür. Mən belə bir evladım sənlə bərabər, yəni qeyri evladlarımız da var. Mən bugün alnı açıq, üzü ağ fəxr eləyirəm ki, sizin kimi evladlarımız var. Yəni özün də bu yetişmədə, belə deyək də, iradə öz möhkəm olub, diliz düz olub, gözüz düz olub, mən çox fəxr eləyirəm. Ad günün mübarək olsun. Çox gözəl, belə neçə belə illərə çıxasan. Mən necə sizlə fəxr edirəmsə oğul, mən ən ürəyimdən gələn ən belə də doğru sözüm budur. Mən necə sizə baxır fəxr edirəmsə, siz də evladlarınıza baxıb bax belə fəxr edəsiniz. İnşallah. Mən həyatda ən böyük arzum, bütün cavanlar ədəbli, əxlaqlı, imanlı olsunlar, təqvalı olsunlar. Mən də Allahıma çox təşəkkür edirəm. Çox təşəkkür edirəm ki, belə bir evladlarım var. Sağ ol oğlum, Allah səni var eləsin. Sənin timsalında bütün alimlərə mən təşəkkür edirəm, bütün cavanlarımıza təşəkkür edirəm ki, yəni bu həyatda, bu dünyada, bax bu dərəcədə sən bizim üzümüzü ağ eləmişsən. Ona görə var ol, sağ ol. Allah sənin köməyin olsun oğlum. Uca Allahın adıyla mən də bugün mənim
baş taclarım olan, həyatda məqsədimə doğru addımlamağımda yer üzərində vasitəçi olan atamın və anamın yanındayam. Onların yanında təbii ki, danışmaq mənim üçün həm ağır, həm də məsuliyyətlidir. Təbii ki, insanın yaşı ötdükcə həyata baxışı və düşüncələri fərqli olur. Xoş olsun o insanların, o şəxslərin halına ki, ömründən yaş ötdükcə həyata hikmət dolu baxışla baxsınlar və gördüklərindən ibrət alaraq nəticə çıxaranlardan olsunlar. Atamın, anamın yanında danışmaq mənə düşməz, amma onların o gözəl qəlblərindən gələn dualara görə, səmimi sözlərinə görə mən həm atama, həm anama çox sağ ol deyirəm, təşəkkür edirəm. Təbii ki, arzular bitməz, tükənməzdir. Mən də qürur hissi keçirirəm ki, mənim belə valideynlərim var, belə atam, belə anam var. Təbii ki, həyatda insanın formalaşması üçün neçə mühüm faktor var, amil var. Onlardan biri də ailə tərbiyəsidir. Atanın, ananın övlada verəcəyi istiqamətdir. Uşaqlığımdan elə ilk ruhani təhsilimi atamdan almışam və bu günə gəlib çıxmağımda elə atamın, anamın o xeyir duasıdır. Və bu gün də mən bura gəlməkdə 40 yaş deyərlər kamillik rəmzidir. İrfanda bir koddur. Bu ömrümün bu kamillik rəmzi olan bu yaşımda bir daha gəldim ki, dəyərli, möhtərəm valideynlərimdən Allah səndən razı olsun kəlməsini alam. Çünki hədislərdə keçir, bir nəfər ərəb Peyğəmbər sallavatullahın yanına uzaq bir yerdən gələrək, Ya Rasulallah, mənə dua et. Peyğəmbər sallallahu bir kəlmə buyurur ki, Allah səndən razı olsun, Allah səndən razı qalsın. Biraz keçir, bu ərəb təkrar yenə deyir, ey Allahın Rəsulu, mən uzaq diyardan gəlmişəm, sənə deyirəm mənə dua et, sən isə Allah səndən razı olsun deyirsən. İkinci dəfə Peyğəmbər Rəsulullah sallallahu yenə Allah səndən razı olsun deyə söyləyir. Üçüncü dəfə bu, ey Allahın Rəsulu, mən sənə dua et dedikdə sən elə bir kəlmə Allah səndən razı olsun söyləyirsən. Peyğəmbər sallallahu təbəssüm edərək buyurur ki, istəmirsən cənnətə gedəsən, istəmirsən behişt əhli olasan, deyir istəyirəm. Deyir, mən də o duanı etdim ki, Allah səndən razı olsun. Əgər Allah bir bəndəsindən razı qalarsa, razı olarsa, o cənnət əhli olar. Xoş olsun o valideynlərin halına ki, atası, anası sağ ikən, valideynləri həyatda ikən, onlardan oğlum, qızım, balam, övladım, Allah səndən razı olsun. Əgər ata-ana övladından razı olarsa, razı qalarsa, bir övlad atanın, ananın, valideynin razılığını qazanarsa, Allah da ondan razı qalar. Mən bugün atamdan da, anamdan da o ifadəni aldığım üçün sevincimin həddi hüdudu yoxdur və bütün övladlara arzu edirəm ki, həyatlarında sağ ikən atalarının, analarının, valideynlərinin dilindən oğlum, qızım, balam, Allah səndən razı olsun ifadəsini ala bilsinlər. Mən bir daha atama və anama təşəkkür edirəm. Çox sağ ol, bala. Mən də biz də sizin yaşınızı təbrik edirik, 100 yaşayasınız. Allah. Biz valideyn, siz evlatlardan razı olduğumuz kimi Allah da sizdən razı olsun. Allah cümlək olsun. Təşəkkür ederim. Oldu atam. Allah razı olsun. Salamətlər. Allah razı olsun. 100 yaşayasan bala. Sağ olasın. Allah Səni elmə bərəkət versin. var eləsin, oğlum, var olasın. Allah razı olsun. Gündən elm əsərlərinin sayı artsın. Biz Allah də yazılan cümlət əsərlər oxuyuruq, şərəf duyuruq. Allah razı olsun. Allah cümlət.